10 Mart 2026-cı il Şamaxı Pirqulu Dəmirçi yolu. Yola qum-duz qarışığı səpilib, yolda avtomobillərin hərəkəti üçün hazırda heç bir məhdudiyyət yoxdur. Mart 2026-cı il saat 07:00. Havanın temperaturu -2 dərəcə. Bakı-Şamaxı Yevlax magistral avtomobil yolunun 105-120-ci kilometrliyi. Səhər saatlarından yolda asfalt beton örtüyündə uzlaşma yaranmışdır. Şamaxı rayon 19 nömrəli xüsusi təyinatlı yol susma MMC-nin xüsusi təyinatlı texnikaları vasitəsilə və işçi heyəti tərəfindən yolda müvafiq tədbirlər görülmüşdür. Hal-hazırda yolda nəqliyyatın hərəkətində heç bir məhdudiyyət yoxdur. Yol nəzarətimiz altındadır.